Salam əziz dostlar, bugünkü dərsimizdə Illustratorda baza fiqurlar çəkməyi öyrənəcəyik. İlk baza fiqurumuz düzbucaqlı gedir. Düzbucaqlını çəkmək üçün toolbarda yuxarıdan Rectangle toolu seçirik və yaxud da ki, M hərfini klik eləməklə üzərinə gətirin, çaşdırmasına birisi. M hərfini klik eləməklə seçə bilirik. Gəlin indidən rəngimizi dəyişək. Fillin rəngi olsun qırmızı. Stroke rəngini ləğv eləyək və çəkək. Tuturuq, klaviaturada heç nə klik eləmirik, tuturuq və çəkirik. İkinci variantı tutub çəkmək yox, sadəcə bir dəfə klik eləmək. Fikir versə bir dəfə boşluqda klik eləyirəm, mənə standart ölçünü verir. Misal üçün eni olsun 50, hündürlüyü olsun 100, OK basırıq və belə bir görüntümüz var. Birdən mənə kvadrat lazımdırsa, delete edirəm. Kvadrat lazımdırsa, gəlirəm, güncə tuturam, çəkirəm. Təbii ki, Shift-i basacağım, Shift-i basıram və mənim düzbucaqlım oldu standart, gözəl bir dənə kvadrat. Bunu çəkdim. Birdən mən çəkəcəyim düzbucaqlının başlanğıc nöqtəsini düz qoymamışam, tutaq ki, buradan qoymuşam, Shift-i basıb çəkirəm. Təbii ki, sonradan o yerini dəyişə bilərəm, amma belə bir dənə həyatımızı rahatlaşdıracaq bir funksiya. Probel, Shift-i basmışam. Shift basılı şəkildədir. Probeli də basıram. Probeli basanda artıq kursor mənim üçün düzbucaqlını çəkməyi davam eləmir. Onun yer dəyişməsini həyata keçirdir. Probeli buraxıram, fikir verin, çəkirəm, 30 durdum. Probel basılı halda mən istədiyim kimi bunu tərpədə bilərəm. Fikir verirsə, yeni bir shape çəkilmir, sadəcə onun yeri dəyişir. Gəldim, 30 durdum, harada istəyirəmsə orada. Probeli buraxıram və probeli buraxandan sonra artıq çəkməyimə davam eləyə bilirəm. Çəkdim, 30 durdum, əla. Düzbucaqlımızı çəkdik, onun kənarında görürük ki, belə bir dairələr var, dairə batınlar var. Bunlar bizə çəkdiyimiz düzbucaqlının kənarlarını ovallaşdırmağa imkan yaradır. Oval kənarlardan söhbət getmişkən, keçirik oval düzbucaqlıya. Oval düzbucaqlı da eyni məntiqdir, adı düzbucaqlının məntiqidir. Gəlirik, seçirik buradan Rounded Rectangle Tool, götürürük, çəkirik, əla. Gətiririk bura. Shift-i basırıq, çəkirik. Əssalam. Burada da təbii ovalını çoxalda bilirik. Ovalını minimuma indiririk, 0 olur və oldu iti tərəfləri it olan düzbucaqlı. Növbəti toolumuzun adı gedir Ellips və dairə. Ellips çəkmək üçün yenə gəlirik bu ailənin içərisinə. Buradan Ellips tool var. Shortcut'ı L hərfi. L hərfini basırıq. Başlayırıq ellipsimizi çəkməyə. Klaviaturada heç nəyə toxunmuram. Yerindən narazıyamsa, probeli basıram, sürüşdürürəm yuxarı, probeli buraxıram, çəkirəm və salam, bu burada ideal oturdu. Əgər dairə çəkmək istəyirəmsə, düzbucaqlıdan yadımızda qalan kimi Shift-i basacağam, dairəm formalaşır, gətirirəm, probeli basıb sürüşdürürəm, yenə də Shift-i basıb çəkirəm və mənim dairəm oturdu. Düzbucaqlıdan fərqli olaraq dairənin üzərində biz belə bir dənə funksiya görürük. Bu funksiya dairəni hissələrə bölünməyə kömək eləyir. Nəsə bir infografika işləyəcəksə və yaxud da bir Pac-Man obrazı yaratmaq istəyiriksə, bizə burada bax, dairəni hissələrə bölmək çox gözəl kömək olacaq. Pac-Man'imiz buradadır. İndi gəlin biz Pac-Man'in ağzının açılmaq bucağını təyin eləyək. Yuxarı aça bilirik. Çox belə iştahalı Pac-Man'dirsə, bunu belə gözəl açıb bağlaya bilirik. Əfsuslar olsun ki, Shift burada işləmir. Nəsə onu nəzərə almayıblar. Əgər mən burada daha dəqiq ölçü vermək istəyirəmsə, Properties pəncərəsi, buradan klik eləyirik 3 düyməyə. Və buradan istədiyimiz kimi idarə edə bilirik. Misal üçün, birinci xəttimiz olsun 45 dərəcə, ikinci xəttimiz olsun, misal üçün 270 dərəcə. Fikir verirsiniz, necə belə ağız açıldı. Və gəlin bunu buradan azaldıq eləyək. Misal üçün, yox, gəlin buradan bunu azaldıq eləyək. Belə 300 eləyək və fikir verin, burada kəsilmiş hissəni invert eləmək funksiyası da var. Klik eləyirəm, invert olur. Keçid alırıq növbəti toolumuza. Növbəti toolumuz çox bucaqlı. Çox bucaqlı çəkmək üçün yenə də fiqurlar ailəsindən keçid alırıq Polygon tool'a. Çəkmək üçün də bundan əvvəlkilərdəki kimi drag və draw, yəni tutub dartmaq. Əgər biz altdakı
nümunə kimi tam ideal perpendikulyar oturmağını istəyiriksə, onda shift düyməsini basacağıq. Fikir versiz shift düyməsini bastıq. Ardınca probeli basırıq ki, biz bunu ideal gələk yerinə otuzduraq. Biraz kiçildirik, yenə də probellə oynadırıq və salam təxmini oturdu yerinə. Əla. Üç bucaqlı çəkmək istəyirəmsə, bu dəfə bir kliklə yoxlayaq. Bir dəfə klik edirəm, heç nə çəkməmişəm. Burada 6 göstərir. Götürək bunu burada 3 yazaq. OK basaq və təbrik edirəm. Bizim 3 bucaqlımız hazır. İstənilən vaxtı shiftlə biz bunu proporsional böyüdüb altdakı nümunəyə 30 dururuq və gəlir daha çox bucaq. 9-dur, 10-dur, bilmirəm, gəlin yoxlayaq. Klik elədik, yenə də seçdik poligon toolumuzu və poligonu çəkəndə burada OBS-lərdə olmayan maraqlı bir funksiya var. Tutub çəkirik, sonuncu bucaq çəkmişəm deyənə yaddaşında o qalıb və klaviaturanın yəni yuxarı ox və aşağı oxunu klik edərək mən bucaqlarımın sayını artıra bilirəm. Təxmini deyəsən bizdə bu 9 bucaq idi. Əla. Hələ kursor mauzumu hələ buraxmamışam. Probeli basıram, gətirib oturturam bura və başlayıram çəkməyə. Qoy shifti basım ki aşağısı sərgəli otursun. Probellə yenə bunu sürüşdürürəm. Shift probel, kursor, birinci kursoru buraxıram, sonra shift və probeli buraxıram və görürsünüz ki, harda iti bucaq varsa, illüstrator bizə həmin o iti bucaqları yumrulaşdırmaq fürsəti verir. Command Ctrl Z. Üç bucağımızı seçirik, illüstrator bizə onu yumrulaşdırmaq fürsəti verir. Növbəti toolumuz isə ulduz. Ulduz toolumuz seçilib, yəni Start tool. Gəlirik, shifti basırıq ki, qəşəng otursun. Probeli basırıq, istədiyimiz yerə otuzdururuq, biraz da böyüdürük, bəli, alındı. İndi ulduzda çəkəndə burada başqa bir funksiya görürük. Bu nədir? Bucaqların, ulduzun şaxələrinin sayını artırmaq. Aşağı çəkirik, artırırıq, yuxarı çəkirik, azaldırıq. Əla. Əgər 8 bucaq çəkmək istəyirəmsə, gəlin bu dəfə bir klik ver metodundan yoxlayaq. Bir klik və fikir veririk ki, artıq burada yeni bir göstəricilər var. Radius 1 və Radius 2. Bu nə deməkdir? Bizim çəkdiyimiz ulduzun bir kənar radiusu var, bir də içəri radiusu var. Bu sonuncu çəkdiyimiz göstəricidir deyənə, gəlin biz elə bu göstəricini saxlayaq. 51 maraq üçün 50-nin 30-a yazaq. 50-nin 30-a yazaq. Ulduz sayını altdakı 8 bucaqdır. Gəlin biz bunu da 8 bucaq eləyək. 8 bucaq elədik. OK basaq. Olduqca gözəl. Gətiririk bunu. 30-dururuq bura. Shift-i klik eləyək. Shift-i klik eləyək. Böyüdək. Gətirək 30-duraq bura. Aşağıdan yenə də Shift-i klik eləyək. Böyüdək, 30-duraq və indi görək biz bunun xarici radiusunu 30-durduq, daxili radiusunu necə 30-dura bilərik? Fikir veririk ki, fikir verin, bu radius var. Bir də ki, yəni çöl radiusunu biz buradan idarə edə bilirik. Bir də ki, içəri radiusu. İçəri radiusu da əgər biraz artırsaq, fikir verdinizsə, bizdə belə gözəl bir dənə geometrik 8 bucaq formalaşdı. Baza fiqurlarla bu qədər. İndi gəlin keçək öyrəndiklərimizi praktikada tətbiq etməyə. Diqqət, praktika. Praktikaya xoş gəldik. İndi gəlin öyrəndiyimiz baza fiqurlardan nəsə yaratmağa çalışaq. Fikrimdə çiyələkdir. Çiyələk nədən ibarətdir? Gözümüzün qabağına gətirək. Getdik. Çiyələyimiz bizim 3 bucaqdır. Düzdür. 3 bucaq, əla. OK basırıq. Çox gözəl. Çiyələyimizin rəngi olacaq qırmızı və üzə aşağı baxan çiyələk eləmək istəyirik. Ona görə kursoru gətiririk kənarına. Rotate funksiyası aktivləşir. Shift-i basırıq ki, konkret bucaqlarla fırladaq və 180 dərəcə fırlatdıq. Gətirdik, qoyduq bura. Yarpağını düzəltmək istəyirik. Stilistik bir yarpaq düzəldə bilərik. Girək Start tool'a, klik eləyək. OK basaq və görək nə eksperiment apara bilərik. Gəlin birinci inner radiusu yığaq. Rəngini dəyişək eləyək. Yaşıl, belə bir gözəl yaşıl. Gətirək, toolumuzu gətirək bu yarpağımızı bu hissəyə, əla. Kiçildək yarpağımıza təbii olaraq Alt Shift klik eləyərək kiçildək. Belə də saxlamaq olar, yarpaqların sayını artıra bilərik. Belə bir stilistik, ikonik çiyələk bizdə formalaşdı. Gəlin portağal çəkək. Ən asan formalar deyirəm ki, məşq eləyək və əlimiz ona yatsın.
Portağal bizdə ideal yumru gedir. Bunun rəngini eləyək narıncı rəngində. Sonra yarpağını çəkmək istəyiriksə, ən asan yarpaq çəkmə metodu shift-i basırıq, bir düz bucaqlı çəkirik. Rəngini dəyişirik, eləyirik. Lap buradakı yaşıl. Sonra Direct Selection toolu aktiv edirik və A hərfi ilə də aktiv edə bilərik. Bizə lazımdır ki, yarpağın sol yuxarı küncü və sağ aşağı küncü oval olsun. Götürürük bunu, belə də eləyə bilərik, yarım oval, tam oval da eləyə bilərik və gətirib oturdururuq üzərinə, shift-i basıb böyüdürük və fikir verirsinizsə, mənim verdiyim tam oval böyütdükcə asta-asta yarımlaşır. Bunun səbəbi yatır burada transform pəncərəsində. Gəlin mən bunu geri qaytarım. Aha, tam ovalımız hazır oldu. Klik edirik transform pəncərəsinə və burada fikir verirsinizsə Scale Corners funksiyası var. Scale Corners funksiyası indi məndə aktiv deyil, yəni Illustrator mənim oval verdiyim hissələri böyüdəndə ovalı böyütmür. Əgər mən burada Scale Corners funksiyasını aktiv eləsəm və indi böyütməyə başlasam, Illustrator həmin ovalı da böyüdəcək. Bu bəzən işimizə yarayır, bəzən bizə mane ola bilər. Sadəcə yerini bilin ki, yeri hardadır. İstədiyiniz vaxtı Transform Scale Corners yandırıb söndürə bilərsiniz. Əla, bunu da hazırladıq və bizi sol tərəfdə bir dənə sürpriz gözləyir. O da bizim əvvəldən hazırladığımız xoruz. Gəlin görək biz bu xoruzu necə çəkə bilərik. Birinci başlayaq pipi hissəsindən. Ümumiyyətlə baxaq və bir-bir analiz eləyə görək bu hansı elementlərdən ibarətdir. Düzbucaqlıdır, hansının ki kənarı oval olub, bəli, biz artıq bunu bacarırıq. Shift-i tutub çəkirik, Direct Selection tool A hərfi, seçirik sağ küncünü və azaldırıq, ovallaşdırırıq. Keçirik növbətdə düzbucaqlımızı çəkirik bunun yanından. Smart Guides fikir verin mənə necə gözəl kömək olur. Eyni ilə 10 hündürlüyündə çəkdim. Enini artırıram. Yenə də Direct Selection toolundan sol künc, sağ aşağı künc götürdüm. Bunu da ovallaşdırdım. Shift-i tutub düz xəttlə çəkib yapışdırıram buna. Altdakı boğazını düzəltmək istəyirəm. Çox rahat gəlirəm. Boğazını götürdüm. Çəkdim. Yuxarı sağ küncü ovallaşdırdım. Afərin bizə. Sonra əgər dimdiyini çəkmək istəyirəmsə, gəlirik buradan. Polygon tool, yəni çox bucaqlı 3, okey, əla, çox böyük oldun. Mənim bu lazımdır, bunu 90 dərəcə fırladım. Shift-i basaraq, hop, əla, fırlandı. Yenə də shift-i basaraq bunu proporsional kiçildirəm. Təbii ki, sağdakı ilə birə-bir oxşamasa da, amma məntiqini başa salmağa çalışıram. Rəngini götürək verək buradan seçdiyimiz tünd qırmızı rəngdə, əla. Gözünü çəkmək istəyiriksə, yenə də gəlirik, ellipse tool. Tutub çəkirik, bilə-bilə aşağıda çəkirəm. Görürəm ki, yox, yeri biraz yuxarıda istəyirəm olsun. Probeli basaraq qaldırıram yuxarı, buralara və salam buraxdım. Rəngini verirəm sarı, əla. İndi əsas məsələlər. Biz bu yarım dairəni necə eləyək? Bəli, əvvəlki texnikalarda gördüyümüz kimi biz dairəmizi çəkirik, böyüdürük, əla. Gəlib 30-dururuq onu bura. Bura 30-durandan sonra biz manualda dairəni, qövsümüzü belə aça bilərik. Fikir verirsinizsə 179-88 göstərir. Əgər daha dəqiq eləmək istəyiriksə, gəlirik bu hissəyə, Properties panelindən 3 nöqtə menyuya klik elədik və buradan hətta yazmırıq, hazır var. 180 dərəcə açdıq. Artıq əminik ki, Escape, Move tool, V-ni basıram Move tool. Artıq əminik ki, bunun altındakı düz xəttlə dairəmin altı ideal düppədüz oturur. Bax, belə. Bu burada ideal oturdu. Növbəti nə olacaq? Biz istəyirik ki, bunun bu hissəsini formalaşdıraq. Bu hissəsini Alt-ı Shift-i klik eləyirik. Sonra bu tərəfə gətirək. Rotate funksiyası aktivləşsin. Shift-i basırıq, fırladırıq. Gətirib 30 dururuq. Burada Smart Guides bizdə bunu ideal 30 durur. İdeal oturdum. İdeal 30 durdu. Rəngini verək yenə də bordovu. Əla. Əla və bu hissədə quyruğun davamını çəkək, düz bucaqlı seçirik, gətiririk bu kəsişməyə, shift-i basırıq, çəkirik, aha, təşəkkür. Direct Selection tool A hərfi ilə bu küncü seçdik, bunu da oval elədik. Bir dənə də üst bucaqlı belə çəkək, yoxsa məşq eləmək üçün, rotate və s. məşq eləmək üçün Alt-ı basıram, kopyasını çıxardıram, rotate eləyirəm, shift-i basaraq. Ayaq dırnaqdan biraz böyük olur.
Gətirirəm onu belə otuzdururam bu hissəyə. Afərin bizə. Sonra bizdə nə qalır? Ulduz qalır. Gəlin ulduzu da çəkək. Bir şirin dekorasiyadır. Təbii ki, xoruzun üstündə belə ulduz yoxdur. Klik eləyirik. 4 bucaq, əla, okey. Bunu daha buradakı kimi incə eləmək üçün daxili radiusunu belə gözəl şəkildə yığırıq. Shift-i klik eləyərək kiçildirik. Gətirib otuzdururuq bura. Shift-i, Alt Shift-i klik eləyərək bərabər tərəfli kiçildirik. Otuzdururuq bura. Və salam. Bizim xoruzumuz da hazır. Əziz dostlar, bazı fiqurları çəkməyi öyrəndik, onlardan nələrisə yaratmağın texnikasına baxdınız. Bir mövcud fiqurları kopyalaya bilərsiniz, özünüzdən daha yaradıcı formalar çəkə bilərsiniz. Siz bazı fiqurlarla məşq eləyin və gələn dərsdə görüşək.